Hər kəsə salam. Mən bugün sadə bir oyun düzəldəcəm. Bu oyunun mahiyyəti nədir? Bu oyunun mahiyyəti rəqəm tutma oyunu. Belə bir şey deyək. Mən indi belə sizə desəm, bəlkə də siz başa düşmərsiniz. Yəni bunu mən ən yaxşısı oyunu düzəldə başa salacağım. Nə demək istədiyimi. Və axırda proqramda biləcəksiniz. Biz burada File, New, Project, Windows Form Application seçirik və buraya yazaq rəqəm tutma oyunu. Rəqəm tutma oyunu. Rəqəm tutma oyunu və biz buradan bizim səhifəmiz açıldı və bu səhifəmizə biraz rəng verək. Yaxşı bir rəng verək. Məsələn, nə rəng olsun? Məsələn, bu rəng. Bu rəng qoyduq və bizə nə lazımdır? Bizə lazımdır buton, text box, label. Label'ın fontunu biraz böyüdək. Yazaq bura 18. Bunun tekstinə də yazaq rəqəm tutma oyunu. Xoş gəldiniz. Belə bir şey. Xoş gəldiniz. Xoş gəldiniz. Bəli, biz bunu belə bir text box bir dənə yüklədik. Text box'ını da biraz böyüdək ki, biraz yaxşı görsənsin. Burada yazdıq. Buradan da fontuna girmişik. Buradan yazırıq 10. Belə bir şey. Butona da verək. Adını dəyişək, yazaq. Oyuna başla. Oyuna başla. Oyuna başla. Oyuna başla. Belə Ctrl-C, Ctrl-V. Burada yazaq çıxış. Çıxış. Yenə Ctrl-C, Ctrl-V dedik. Burada yazaq təxmini sayı. Təxmini sayı. Təxmini sayı. Və biz oyunumuza başlayaq. Bir dənə media player qoyaq bura. Media player. Media player'imizi qoyduq. Və bir dənə də label yenə tapaq. Label. Label'a da yazaq. Label'a da heç nə yazmayaq. Select label. Sadəcə olaraq fontunda biraz böyüklüyü. Yazsın biraz böyüdək.
yazsın böylə. Yazaq 10 14 yox, 14 çox böyük olacaq. 12 10 10 aha. Bunu da buradan qoyalım. Və biz başlayaq proqramımızı yığmağa. Yəni oyunumuzu yığmağa. Buraya yazırıq bir dənə yuxarıda lap yuxarıda yazırıq bir dənə dəyişkən elan edilir. Yəni int sayı. Aşağıda da yazırıq random sayı oyunu beraberdir new random. New random. Və oyuna başla butonuna basdıqda belə bir şey başladı. Bir dəqiqə mən bunların hamısını belə neyim adını dəyişmiş sizin üçün rahat olsun. Neyim? Oyun başılı belə təxmini say. Bu da olsun çıxış. Oyuna başla butonuna basdıqda biz yazırıq bura sayı beraberdir sayı oyunu nöqtə next 0 ilə 150 arası. Yəni nə demək istədim burada? Yəni dedim ki kompüter tutduğu sayı 0 ilə 150 arasında olsun. 0 ilə 150 arasında olsun. Kompüterin tutduğu sayı. İndi keçək öz sayımıza. Buraya yazıram int bizim sayı, bizim rəqəm bərabərdir convert nöqtə to int 32 text box 1 nöqtə text text box 1 nöqtə text. Yəni burada convert to int 32 nə deməkdir? Yəni mən bildirdim ki text box-a ancaq rəqəm yazılacaq. Yəni text box-a bildiyiniz kimi rəqəm də yazıla bilər, sayı da yazıla bilər, yəni hərf də yazıla bilər. Sadəcə olaraq mən burada bildirdim ki integer formatına çevirdim, yəni int formatını çevirdim. Belə deyək. Integer formatda tam rəqəmdir, tam sayı bildirmək üçün rəqəmdir, yəni tam sayı belə. Düşdük aşağı və yazırıq bura if əgər kompüterin, yəni sayı, tutduğu sayı bizim yazdığımız saydan, yəni bizim saydan, rəqəmdən böyük olarsa bildir ki bura bildir ki label 2'ye label 2'deki yani bu label 2'de burada biz sildik. Yani o hemen yedi sadece görsənmir. Label 2 nöqtə text zəhmət olmasa kompüterin sayı bizim sayımızdan üstün olarsa, yəni bizdən çox olsa, zəhmət olarsa böyük
yazın. Else if eğer kompüterin tuttuğu sayı bizim sayımızdan bizim rəqəmdən yəni balaca olarsa, onda yazsın ki label 2'ye yazdırsın ki .text zəhmət olmasa böyük sayı yazın. Eğer else if kompüterin yazdığı sayı bizim sayıya, yani bizim rəqəm bərabərdirsə, onda yazılsın label 2.text bərabərdir təbrik edirik, siz düz tapdınız. Ve media .url bərabərdir. Burada mənim bir dənə yenə mən kimi yeni mahnıdır. Yəni qalıb burada tabii də mahnını axtarmayaq. Ctrl Z elədik bunu. Ctrl V və özünüz bildiniz ki, burada bunları ters koymaq lazımdır. Belə olduqda işləyəcək. Və sonuncu butonumuz çıxışa da bir dənə sadəcə yazı this close bağlı. İndi biz öz proqramımızı işə salaq, görək nə baş verdi. Gördüyünüz kimi rəqəm tutma oyununa xoş gəldiniz. Oyuna başla düyməsini basırıq və oyuna başla düyməsini basdıqda kompüter özündə bir rəqəm yazır. Yəni bir rəqəm fikirləşib yazır. Biz amma bilmirik. Biz onu təxmini sayına tapacağıq. Buraya yazırıq məsələn 0 ilə 150 25. Təxmini sayını bastıq. Zəhmət olmasa böyük sayı yazın. Demək böyükdür. 50 yazırıq. Zəhmət olmasa böyük, yenə böyük istəyir. 70 yazdıq. Zəhmət olmasa böyük sayı yazın. 90 yazdıq. Yenə böyük istəyir. 100. Yenə böyük. 120. Yenə böyük. 140. Yenə böyük. 150 yazaq görək. Üzr istəyirəm dəqiqə. Üzr istəyirəm. Burada mən də deyirəm niyə belə oldu. 2 dənə böyük yazmışıq ona görə. Bura yazaq zəhmət olmasa böyük sayı bizim rəqəm saydan tutulan saydan böyük olarsa, onda zəhmət olmasa balaca sayı yazın. Balaca sayı yazın. Oyuna başla düyməsini bastıq. Yenə yazırıq 40. Zəhmət olmasa böyük sayı yazın. 90. Yenə böyük. 100. Yenə böyük. 120. Yenə böyük. 150. Zəhmət olmasa balaca sayı yazın. 120 ilə 150 arasında. 140. Zəhmət olmasa böyük sayı yazın. Demək 150 ilə 140 arası. 145. Balaca sayı yazın. 144.
ki, təbrik edirik This siz. is sensation, sensation, sensation. And this is sensation, sensation, sensation. And this is Gördüyünüz kimi təbrik edirik, siz düz tapdınız və mahnı da oxumağa başladı. Biz buradan da çıxışa da basdıqda çıxacaq. Bəli, çıxdı. Bəli, proqramımız işlədi. Məni dinlədiyiniz üçün təşəkkürümü bildirirəm.